dönün, o tərəfə baxın, Peyğəmbər evladı ilə söhbət eləyin. Elə bilin ki, heç mən burada yoxam. Danışın, sual verin, gözləyirik. Onunla necə mübahisə eləyim ki, mənə inkar elədiyim kitabdan sübut gətirir? Və o Peyğəmbərdən danışır ki, mən qəbul eləmirəm. Ey nəsranilərin rəhbəri, mən əgər İncildən dəlil və sübut gətirsəm, səni qane eləyər? Məyər mən İncili inkar eləyə bilərəm? Onda məhəbbət göstər və səbirli ol. Növbə sənə yetişəndə söhbət eləyib bir-birimizin dəlil sübutunu dinləyərik. Mən sual verim, yoxsa siz? Mən soruşuram. Muhammedin peyğəmbərliyini necə sübut edirsiniz? Ey Yəhudi alimi! Musa İbni İmran, İsa İbni Məryəm və Davud peyğəmbər, Allahın salamı olsun onlara, onun peyğəmbərliyini qabaqcadan xəbər verirlər. Musa İbni İmranın dediyini sübut elə. Qəbul edirsənmi Musa əleyhissalam Bəni İsrailə sifariş eləyib dedi ki, sizin qardaşlarınızdan olan bir peyğəmbər gələcək. Onu təsdiqləyib itayət edərsiniz. Yəqin ki, Yaqubla İsmailin qohumluğundan xəbəriniz var və onların hər ikisinin İbrahimə qohum olduğunu bilirsiniz. Qəbul edirsiniz ki, Bəni İsrailin İsmailin övladlarından başqa bir qardaşları yox idi? Bəli. Sizin fikrinizcə bu məsələ düzgün deyil? Niyə? Düzdür. Amma istəyirəm bu mətləb üçün Tövratdan mənə sübut gətirəsiz. Nur Tur-i Sina dağından gəldi, Sair dağında şəfəq saçdı və Baran dağındansa bizə aşkar oldu. Tövratın dediyi bu mətləbi inkar edirsiniz? Bu sözlərlə tanışam, amma təfsirini bilmirəm. Sənin kimi böyük alim bunu bilməlidir. Nur Tur-i Sina dağından gəldi cümləsi, Allahın Tur-i Sina dağında Musaya nazil etdiyi vəhyə işarədir. Sair dağında şəfəq saçdı cümləsi, Allahın İsa İbni Məryəmə vəhyi nazil etdiyi dağa işarədir. Baran dağında bizə aşkar oldu cümləsi, Məkkə ilə bir günlük məsafədə olan Məkkə dağlarından birinə işarədir. Sizin və dostlarınızın dediyinə görə Peyğəmbərin məşhur sözü belədir ki, 2 süvari görürəm. Yer onlar üçün parlayır. O süvarilərdən biri ulağın belindədir, o birisi isə dəvənin belində. Həmin 2 süvari kimdir? Bilmirəm. Ulağın belindəki İsa əleyhissalamdır. Dəvənin belindəki isə Muhammed əleyhissalam. Siz Tövratın bu sözlərini inkar edirsiniz? Yox, inkar eləmirəm. Gördün neynədi? Bəli. Gördün o Yəhudinin başına nə oyun gətirdi? Bir neçə kəlmə ilə onu sıxışdırıb cəmaatın qabağında rüsvay elədi. Sərvərim, siz çox gözəl bilirdiniz ki, bu baş verə bilər. Bəli, bilirdim. Amma ümid eləyirdim, məcbur olmayım. Hələ də naümid deyiləm. Yasliq, Ümran Sabihi və Süleyman Mərvəzi hər üç alimdir. Onunla mübahisə eləməyə qüdrətləri var. Elə deyil, Fəzil.
Biz sual edirik. İsa'nın peyğəmbərliyi və kitabı haqqında nə deyə bilərsiniz? Mən İsa əleyhissalamın peyğəmbərliyinə, kitabına, özündən sonra gələcək peyğəmbər haqda dediklərinə və həvarilərinin də onun dediyini təsdiqlədiyinə inanıram. Odur ki, hansı təriqətə qulluq eləməsinə baxmayaraq, İsa'nın dediklərini, eləcə də Mühəmməd əleyhissalamın peyğəmbərliyini inkar eləyən şəxsdən bezarlıq eləyir. Məyər hər hökm üçün iki adil şahid şəxs var? Var. Onda sübut üçün Xristiyan dinini qəbul eləmiş iki tanınmış adil şəxsin adını mənə deyə bilərsiniz? Deyirəm, sən adil şahid deyəndə kimi nəzərdə tutursan? Məsələn, İsa'nın yanında hörmət sahibi kimi tanınan şəxsin sözlərini dəlil və sübut kimi qəbul eləyirsən və belə bir şəxsi adil şahid sayırsan, Bu adil şəxs kimdir? məsələn, tutaq ki, Yuhannadır. Yuhanna deyiləmi? Bu ki, İsa'nın ən yaxın adamlarından biridir. Məyər bu söz Yuhannadan deyil? O deyir ki, İsa məni bir ərəbin dinindən xəbərdar elədi, dedi ki, həmin ərəb ondan sonra gələcək peyğəmbərdir. Mən bunu həvarilərə çatdırdım, onlar da yeni dini gətirəcək peyğəmbərə, əhl-i beytə və canişinlərinə salam söylədilər. Bəli, Yuhanna Həzrət İsa'nın adından bir ərəbin peyğəmbərliyi, eləcə də onun əhli beyti və canişini haqqında müjdə verib. Yaxşı, onda nəyi gözləyirsən? Əgər bu sözə İncildən mənə sübut gətirə bilsən, inkar eləmərəm. Məyər Yuhannadan dediklərim İncildən deyil? Bəlkə elə bilirsən, İncili oxumamışam və bu sözləri təsadüfən kiminsə dilindən eşitmişəm. İndi isə icazə ver, mən bir şey soruşum. Niyə siz İsa'nı, estağfurullah, Allahın oğlu sayır və onu Allah məqamında tutursunuz? Çünki hər kim ölünü diriltsə Allahdır və ibadətə layiqdir. Yesə də bunu eləyirdi və suyun üstündə yeriyirdi. Ölünü dirildir və cüzəma tutulmuş biçarələrə şəfa verirdi. Amma ümməti onu nə Allahın övladı saydı və nə də ona ibadət elədilər. İzgil Peyğəmbər də ölüləri dirildirdi. 60 il əvvəl ölmüş 35 min nəfəri diriltdi. Bəni İsrail cavanlarından sayılan bu dəstə haqqında söhbətlər Tövratda yazılıb. Bir halda ki, İsa'nı Allahın oğlu sayırsız, onda Yəsə ilə Hizgilə də gərək Allahın övladı deyəsiz. Ey Yəhud alimi! Peyğəmbərin Musa İbni İmran barəsində sual verəcəyəm. Musa əleyhissalamın peyğəmbərliyinə nə sübutunuz var? Əvvəlki peyğəmbərlərin etmədiyi möcüzələr göstərdi. Musa'nın peyğəmbərliyinə sübut üçün heç kimin bacarmadığı bir möcüzə göstərməsini söyləməyin düzdür. İndi birdən kimsə peyğəmbərlik iddiası ilə heç kimin bacarmadığı bir iş görsə, deməli onu da təsdiq eləməlisiniz? Yox, yalnız Musa'nın göstərdiyi möcüzələr kimi olmalıdır. Bəs Musa'dan qabaqki peyğəmbərlərə necə iman gətirmisən? Halbuki nə dərya yarıblar, nə daşda bulaq qaynadıblar, nə əsanı əjdahıya çeviriblər və nə də Musa kimi nurlu əl sahibi idilər. Mən dedim axı, kim ki peyğəmbərliyinin sübutu üçün möcüzə göstərdi, onları təsdiq eləmək vacibdir. Onda niyə İsa'ya iman gətirmirsiniz? Deyirlər onun möcüzələri olub, amma görməmişik. Məyər Musa'nın möcüzələrini görmüsünüz? Bu möcüzələr haqqında rəvayətləri də inandığınız adamlardan eşitməmisiniz? Oxumuşuq. İsa İbn Məryəmin möcüzələrindən də sizə saysız xəbərlər yetişir.
Bəs niyə görə Musanı təsdiq elədiniz, amma İsa'ya iman gətirmədiniz? Musa İbn Cəfərin oğlu. Xristiyanlarla Yahudiləri məğlub eləyərək öz elminin qüdrətini bizə göstərdi. İndi mənim sahibinin sizə sualı var və əgər cavab versəz, bu cəmaat qarşısında alimliyinə şəhadət verib, səni ən bilikli alim elan edəcəm. Sən çox güman Ümran Sabiisən, elə deyil? Elədir. Sualını deyil. Allahın dünyada ilk yaratdığı varlıq nə idi? Sual verdin, indi də diqqətlə qulaq as. Allah həmişə tək olub. Yer, göy, kainat olmayanda da o olub. Şəkli, həddi, hüdudu yoxdur onun. O belədir, təkdir, həmişə də tək olacaq. Və günlərin bir günü, o vaxtadək heç bir nümunəsi olmayan bir varlıq yaratdı. Müxtəlif xüsusiyyətlərə və sifətlərə malik bir məxluq. Onu nə bir şeyin daxilində yaratdı, nə bir şeylə məhdudlaşdırdı, nə bir şeyə oxşatdı və nə də başqa bir şeyi ona bənzətdi. Yaratdığı bu varlığa əslində Tanrının özünün heç bir ehtiyacı yox idi. Əgər yaradan təkdirsə, yaratdığı insanlar dəyişdikdə özü dəyişmir? Allah həmişə mövcud olub və heç vaxt dəyişmir. Dəyişən məxluqatdır. Xilqətinə Allahın daxil etdiyi xüsusiyyətə görə o şəkildən şəkilə düşür. Biz Allahı nə ilə tanımışıq? Çox şeylə. Məsələn? İradəsi, adı, sifəti və bunlara bənzər çox şey. Bunlar eləcə də onun varlığını təsdiq eləyən digər məxluqat da elə Allahın iradəsi ilə yaradılanlardır. O özü nədir? Nurdur. Bu mənada ki, yaratdıqlarını hidayət edir. Elə deyil ki, yaradılışdan qabaq sakit olub, sonradan dilə gəlib? Sükutu o zaman eləyirlər ki, ondan qabaq söhbət olsun. O məxluqatın içindəndir, ya məxluqat onun? O hər şeydən ucadır. De görüm, sən güzgünün içindəsən, yoxsa güzgü sənin içində? Əgər heç biriniz o birinin içində deyilsə, onda özünü güzgüdən necə görürsən? Mənlə güzgü arasındakı nur vasitəsi ilə. Güzgüdə nuru görürsən? Hə. Onda göstər bizə. De görüm, Xudavənd həqiqətən təkdir, yoxsa onu belə vəsf eləyirlər? Hər şeyi yaradan Allah təkdir. Həmişə tək olub, heç bir tayı, şəriki olmayıb və yoxdur. Nə məlumdur, nə də məchul. Nə hafizələrdədir, nə də unudulub. Nə elə bir şeydir ki, başqa əşyaların adıyla adlandırıla bilsin, nə də elə bir şeydir ki, doğulsun və ömrünü başa vursun. Heç nəyin üstündə durmur, heç nəyə söykənmir, heç yerdə də gizlənməyir. Sərvərim, şəhadət verirəm, onun haqqında dedikləriniz doğrudur. Əvvəl Həsən ərəbin ən elmli şəxsiyyətidir. Onunla heç kim mübahisə edir.